O Bama gedən sürücünün adı nə idi? Qalib. Ha, onun maşında bir nasazlıq yoxdur ki? Yox, yoxlayıb almış. Dünən büro iclası idi. Bizim idarənin boynuna o qədər iş qoydular ki. Əşi, rayon böyük, 50-dən çox təsərrüfat var. Avtobaza bir dənə. Digər hamıya maşın çatdır. Nəysə, bunu verərsən səfərə. Oldu. Gel. Всей нашей общественной жизни. И в этих условиях вот этот двойной контроль, тогда, когда, если депутат не окажет тебе, значит, мандат доверия, то уходишь, как говорится, из поста первого секретаря, где бы ты ни был. Это, бояться этого не надо, и на это надо идти. И это, безусловно, мера та, которая, значит, многое решит, и она, может быть, неожиданно, но она еще о тебе скажет и покажет. Но здесь надо еще некоторые вопросы. Часто есть такой вопрос. Salam Melek. Əleyhissalam, sağ ol. Перекрывать беспартийность, Müdür Rüstəm Hüseynov. Bəli. скажем, района. А может быть, в некоторых случаях и областных. Sədmin Sin rayon üzrə müfəttişi Faiq Ələkbərov. Кто-то поставил вопрос о том, чтобы Hə, Faiq müəllim. Xoş gəlmisiniz. Əyləşin, əyləşin. продумать так, чтобы это можно Faiq müəllim, sizdən nə əcəb? Adınızı eşitmişdim, amma görüşməmişik. Rüstəm müəllim. Eşitmişəm nəsə düz işləmirsiniz. То, что решали нынешний совет, то, что только Başa düşmədim, Faiq müəllim. экономические условия Burada başa düşməli nə var ki? всех уровней, Mənə çatan məlumatlara görə düz işləmirsiniz. реальный экономический фундамент. Məsələn, hansı nöqsanlarımız var ki? Deyin biz də bilək düzəldək. Это вообще Məsələn, вписывается в концепцию разграничения. sizin avtobazanın sürücüsünün maşınından, yəni sizin avtobazaya məxsus olan maşından oğurluq qoyunlar tutmuşuq. Yəqin ki, yadınızdadır. Bəli. Sonra? Nə sonra? Yəni ki, sonra hansı nöqsanlarımız var? Hə, bu azdır. Hörmətli Faiq müəllim, bunu siz də yaxşı bilirsiniz, mən də bilirəm ki, o oğurluq qoyunların bizim avtobazanın sürücüsünə heç bir dəxli yoxdur. Bunu istintaq da sübut elədi. Kənddən rayon mərkəzinə gəlirmiş, bir nəfər xahiş edib ki, bu oyunları aparsın. Burada nə qəbahət var ki? Dövlət maşınını şəxsi məqsədlər üçün istifadə eləmək qəbahət deyil. Bir də ki, mən siz sual-cavaba tutmaqdan siz mənə istintaq edirsiniz. Mən sizi istintaq eləmirəm. Mən sadəcə bilmək istəyirəm ki, bizim hansı nöqsanlarımız var və biz bunu bilək düzəldək. Yəni demək istəyirsiniz ki, işinizdə nöqsan yoxdur da sizin. O, mən 18 ildir bu idarənin müdiriyəm. Hələ bir nəfər də, nə Bakıdan, nə də rayon mərkəzindən mənə tənqid deməyib. Əgər sən bizim boynumuza nəsə qoymaq istəyirsənsə, ünvanı səhv salmışsan. Yaxşı. Elə olsun. Baxarıq. Повестки дня он определил выгодно, неважно там, нужно это региону. Исключительный вопрос, ну ладно, аппарат призван управление исполнением призван. Депутаты куда податься? Оказались на второстепенном, на третьестепенном. Просто аппарат. В лучшем случае, вот для того, чтобы совет заработал, надо, чтобы у него был